Heydər ilə bağlı bir epizodu söhbət etmək istəyirəm. Demək, ora gələnlər təbii ki, Məkkənin bir ümrə ziyarətinə gedirlər, nümayəndə heyət. Biz indi hazırlaşırıq oteldən çıxmağa, getməyə. Bizə də Səudiyyə Ərəbistanının din naziri rəhbərlik eləyir. Yəni, qrupanın, belə deyək də, hərəkətinə və ümumiyyətlə bütün problemlərin həllinə, səfərlə bağlı bütün məsələlərin həllinə din naziri rəhbərlik eləyir. Heydər Əliyev dedi ki, mən Məkkənin içərisinə daxil olmaq istəyirəm. Səudiyyə Ərəbistanının demək din nazirinə dedi. O dedi ki, mən bildiyim qədər orada təmir getirildi, onu icazə verməzlər. Dedi, sən get, krala deyinə ki, Heydər Əliyev dedi ki, mən Məkkənin içərisinə daxil olmaq istəyirəm. O getdi, bir saatdan sonra qayıtdı, gəldi ki, bəs dedilər ki, ora təmirdədir, oranı aşmaq mümkün deyil. Onu bir də qaytardı geri. O din nazirini bir də qaytardı. Dedi, get, krala dey ki, Heydər Əliyev deyir ki, bilmirəm, bir də ömür mənə vəfa edəcəkmi, mən gəlim Məkkəni ziyarət edeyim. Mən Məkkənin içərisinə daxil olmaq istəyirəm. Din naziri getdi, qayıtdı, gəldi, dedi ki, icazə verildi. Və axşam biz ora getdik və o Məkkənin içərisinə daxil olduq Heydər Əliyev. Sizə də mən də orada Heydər Əliyev. Məkkənin içərisinə daxil olmaq. Bizim nümayəndə heyəti o içəriyə daxil oldu. Siz təsəvvür edin, neçə vaxt orada təmirdə dayanmışdı. O fanatlar var da. Biz o pilləkənlə qalxanda o fanatlar bir-birinin çiyninə çıxıb oradan bir neçə fanat da özünü atdı bizlə beraber qoşuldu girdi içəri. Yəni o qədər ora belə yəni bax Heydər Əliyev belə nəhəngdir. Heydər Əliyev dedi ki, get, krala deyilən Heydər Əliyev dedi ki, mən ora mütləq girmək istəyirəm. Yəni məsələ budur, get həll elə. Yəni dünya liderlərinin də ulu öndərimizə olan ehtiramının, hörmətinin göstəricisidir bütün bunlar. Çox böyük. Bunu Amerikada da gördük, Clinton'dan görüşdə də gördük, Ağ Evdə də gördük. Yəni bilirsiniz, Heydər Əliyev dünya nəhəngidir. Dünyanın siyasət meydanında bir nəhəng idi və onun Azərbaycanı təbii ki, sıfırdan ayaq üstə qoyması da sıradan bir məsələ deyildi.